Azərbaycanda fotoqraf, videoqraf, mobiloqraf və yaxud da video montajçı olmamaq üçün 5 səbəb. Daim təcili yardım növbələrinə hazır olmalısınız. Çünki sifarişçilərin əksəriyyəti çəkilişin təcili olduğunu deyəcək. Çəkiliş bitdikdən dərhal sonra materialların təcili təhvil verilməsini istəyəcəklər. Bir ömürlük Black Friday. Ağlınıza gələ bilməyəcək qədər çox imkanlı şəxslər və ya böyük şirkətlərin əksəriyyəti sifariş zamanı mütləq şəkildə sizdən endirim istəyib, büdcəmiz azdır deyəcək. Çölünüz özgəni, içiniz özünüzü yandıracaq. Hamının kənardan deyib, gülüb, əylənərək qaz vurub qazan doldurduğunuzu düşündüyü zamanları siz gərgin şəkildə çəkiliş və ya montaj prosesinə sərf edəcəksiniz. Narahatlıq, həyəcan, stres. Çəkiliş ənənələrinin elə də dərin olmadığı ölkəmizdə insanların böyük qismi çəkiliş etdirməyi sevmir. Yəni kameradan qorxurlar. Ona görə də Bu ne de? Metronun içinde bu ne de çekilir? hücumlarına hazır olun. Yaradıcılığı unudun getsin. Önəmli olan köklərin arıq, alçaq boyluların hündür, iri burunluların fındıq burun görünməsidir. Necə deyərlər, sehirbazlığı da öyrənməlisiniz. Məndən bu qədər. Siyahıya əlavə etmək istədikləriniz varsa, rəy bölməsində paylaşa bilərsiniz.